Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accel veliyyikel ferec. Məkasib kitabından 339-cu dərsi oxuyuruq. Bildiyiniz kimi bizim məsələmiz rüşvət mövzusundadır. Və mərhum Şeyx Murtəza Ənsari buyurdu ki, rüşvət haramdır və bu məsələdə söhbət edirdik ki, qazi, hakim pul götürə bilərmi hökmün müqabilində ya yox? Burada alimlər müxtəlif rəylər söylədilər. Mərhum Şeyx Murtəza Ənsari dəlillər gətirdi. Keçən dərsimizdə Əlləmənin müxtələf kitabında söylədiyi rəyi oxuduq. O bundan ibarət edir ki, Əlləmə buyurur, əgər qazinin ehtiyacı olsa və qəzavət də ona təyin olunmasa, bu surətdə bu pul götürə bilər, ücrət götürə bilər. Xeyr, əgər ehtiyacı olmasa və qəzavət də ona təyin olunmasa, onda pul götürə bilməz. Bu iki şərtlə biz keçən dərsimizdə bu iki şərtlə oxuduq. Əlləmənin sözü əlbəttə buyurdu ki, fəcəvvəzə əxsul cul vəl-ucrə mə hacətil qazi və ədəmul təyyünül qəza aleyh. Buyurdu ki, qazinin əgər ehtiyacı olsa və qəzavət də ona təyin olunmasa, onda bu götürə bilər. Və lakin ғəni olsa, ehtiyacsız olsa və qəzavət də ona təyin olunsa, bu surətdə bu ücrət götürə bilməz. Mərhum Şeyx Murtəza Ənsari buyurur, bu nə üçündür? Buyurur ki, ona görə ehtimal var əlbəttə. Ehtimal var ki, bu qəzavət ki, buyururlar təyin olunmayan surətdə ücrət, bəli, haramdır. Əlbəttə ehtimallarla deyir, ləallə ilə deyir, yəni ehtimal var. Və ləallə etibaru ədəmu təəyyünül qəza, ehtimal var ki, uləma ki deyirlər qəza, yəni qəzavət təyin olunmadığı halda qaziyə. Lima tuqurrira indahum min hurmatil ucrə aləl vacibatil eyniyyə. Buna görə deyiblər ki, uləmanın yanında sabit olub ki, deyiblər ki, vacibat-ı eyniyyənin müqabilində ücrət almaq, pul almaq haramdır. Yəni bir vacibi kifayi var, bir vacibi eyni var. Vacibi kifayi və vacibi eyni ki, bilirsiniz nədir? Vacibi kifayi budur ki, məsələn, meyyit namazı kimi bir nəfər dünyasını dəyişib, orada ona namaz qılmaq vacibi kifayidir. Yəni bir nəfər ona namaz qılsa, digərlərin boynundan düşər. Vacibi eyni isə odur ki, gündəlik namazlar kimi sən namaz qılırsansa, mənim boynumdan düşmür, mən də qılmalıyam. Alimlər buyururlar ki, vacibat-ı eyninin müqabilində ücrət almaq haramdır.
İndi fərz eləyək ki, qəzavət təyin olunub bir qaziyə. Başqa heç bir qazi yoxdur şəhərdə. Bir dənə qazidir. Və cəmaatın da ehtiyacı var və ancaq bu qəzaməti eləməlidir. Buna deyirlər ki, bu artıq vacibi eyni kimidir. Vacibi eyni kimi olduğu üçün bunun müqabilində bu pul ala bilməz. Yəni bu vacibatı digərləri yoxdur eləsin, tək bunun boynunadır. Ona görə də burada deyiblər ki, bu pul ala bilməz. Onun üçün şeyx buyurur və ləallə etibaru ədəmu təəyyünül qəza, o ki, qəzavətin təyini ədəmi ki, yəni ədəmu təəyyünül qəza, bu qəzanın təyin olmamağı ki, etibar eləyiblər, ona görədir ki, lima tuqurrira indahum min hurmətil ucrə ələl vacibatil eyniyyə. Ona görə deyiblər ki, üləmanın yanında sabit olub ki, ücrət almaq vacibat-ı eyniyyənin müqabilində haramdır. Və hacətuhu la tusavviq əxsul ucrə aleyha. İndi bu tərəfdən də deyəsən, yox, qazinin ehtiyacı var axı. Qazinin ehtiyacı var maddiyata. Deyir, qazinin ehtiyacı gəlib onun müqabilində, vacibat-ı eyniyyənin müqabilində ücrət almağı icazəli eləməz. Və hacətuhu, yəni qazinin ehtiyacı la tusavviq, caiz eləməz əxsəl ucrə aleyha. O vacibat-ı eyniyyənin müqabilində ücrət alsın. Yəni qazi desin ki, burada mənim ehtiyacım var və qəzavət də mənə təyin olunub, mən indi pul ala bilərəm, buyurur xeyr. Eləyə bilməz. Və innəmə yəcibu ələl qazi və qeyruhu rəf'u hacətihi min vücuhin uxər. Buyurur, fərqi yoxdur, qazi ya qeyri-qazi. O vacibat-ı eyniyyənin müqabilində ücrət ala bilməz. Ehtiyacı da olduğu təqdirdə yenə ala bilməz. Bəs ehtiyaclarını neynəsin? Buyurur, ehtiyaclarını başqa yolla həll eləsin. İstəyir qazi də olsun, qeyri-qazi olsun, ehtiyaclarını başqa yolla həll eləsin, ödəsin və lakin hökmün müqabilində daha burada pul ala bilməz. Və innəmə yəcibu ələl qazi, yalnız qaziyə və qeyri-qaziyə vacibdir, hacətlərini aradan aparsınlar min vücuhun uxər, başqa yollarına. Və amma etibarul hacə, amma o ki, üləma yanında hacət mötəbərdir. Yəni deyirlər, qazinin ehtiyacı olduğu halda neynəsin? Vacibi kifayinin müqabilində pul ala bilər ya yox? Buyurur, bəli, onda ala bilər. Fəli zuhuri ixtisasu ədillətül mən bi surətil istiğna kəma yəzhəru bittəammül fi rivayəti Yusif və Ərmar əl-mütəqəddimətəyn və la maniyə minət təkəssüb bil qəza min cəhəti vücubihil kifayi. Bəli, buyurur, o ki, üləmanın yanında bu mötəbərdir ki, qazi möhtac olanda pul götürə bilər. O hansı surətdir? O surətdir ki, orada qəzavət qaziyə təyin olunmaya, vücubi kifayi ola. Məsələn, bu qəzavət eləməsə, başqası da qəzavət eləyə bilər. Bu surətdə, əgər qazinin ehtiyacı olsa və vücub da vücubu eyni olmaya, kifayi olsa, onda eləyə bilər, o pul alsın. Fəli zuhuri, deməli bu hardan zahir olur? İxtisasu ədillətil mən, o
biz qaziyə ücrəti mən eləyən dəlillər ki var, onlar məxsusdur bi surətil istixna. O surətə ki, qazi qənidir, imkanlıdır, onda götürə bilməz. Kama yazharu bi taammül fi rivayeti Yusif və Əmmar el-Mutəqəddiməteyn. Necə ki bu söz zahir olur. Qabaqda iki rivayət oxuduq. Bir Yusifin rivayətin, bir Əmmarın rivayətin. Onlardan zahir olan budur ki, əgər qazi qəni olsa və vücub kifayi də olsa, pul götürə bilməz. Yox, əgər qazi ehtiyaclı olsa və vücub kifayi olsa, onda götürə bilər. Neçə surət var. Baxın, əgər qazi istəyir qəni olsun, istəyir fəqir olsun. Əgər qəzavət təyin olunubsa ona, bu vacibi eynidir, onda bu pul götürə bilməz heç bir surətdə. Üçüncü surət. Əgər qazi ehtiyaclı ola və vacibi kifayi ola, onda pul götürə bilər. Yox, dördüncü surət. Əgər qazi qəni olsa və vacibi kifayi olsa, genə götürə bilməz. Amma qazi fəqir olsa və vacibi kifayi olsa, bu surətdə onda pul götürə bilər. Ona görə buyurur ki, Kəma yazhər bi taammül fi rivayeti Yusif və Əmmar el-Mutəqəddimin. Və la maniyə minət təkəssüb bil qəza. Buyurur, mani yoxdur qəzavət eləməklə bu qazi kəsb eləsin min cəhəti vücubihil kifayi. Bu cəhətdən ki, vacibi kifayi olsun. Kəma huva əhədül əqval fi məsələtil atiyə fi məhəlliha. Necə ki, rəylərdən biri budur, gələcək öz məhəllində, öz yerində ki, o məsələ gələcək, orada oxuyacaq ki, rəylərdən biri budur ki, əgər qazi fəqir olsa və vacibi kifayi olsa, onda bu pul götürə bilər, inşallah. Yenə də bu surətləri deyirəm. Əgər qazi qəni olsa, imkanlı ola və yaxud fəqir olsa, fərqi yoxdur. Əgər qəzavət ona təyin olunubsa, bu vacibi eynidir, onda bu hökmün müqabilində ücrət ala bilməz. Bu bir surət. İkinci surət. Əgər qazi qəni olsa, imkanlı olsa və vacibi kifayi ola, yəni hökm təyin olunmuyor o qaziyə, başqa qazilər də ola. Bu surətdə də yenə pul götürə bilməz, ücrət götürə bilməz. Yox, üçüncü surət, əgər qazi fəqir ola, imkansız ola və vacibi kifayi ola, yəni hökmün oxunmaqlığı, hökm verməklik ona təyin olunmuyor. Vacibi kifayi ola, bu surətdə rəylərin biri budur ki, bu ücrət götürə bilər o hökmün müqabilində. Elhamdülillah Rabbil aləmin.